Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 57-də yerləşən məsələ və misalların izahını verəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 6-cı sinif riyaziyyat dərsliyinin izahının gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. Onu da qeyd edim ki, şərhlərdə və yaxud izləmələrdə hansı sinifin izləyiciləri daha çox aktivlik göstərsələr, bundan sonraki video dərslərimdə həmin sinifin dərslərinə daha çox üstünlük verəcəm. İndi isə uşaqlar, mövzunu çox uzatmadan keçək məsələ və misalların izahına. Dediyim kimi, mövzumuz biraz ümumiləşdirici xarakter daşıyır. Əvvəlki video dərslərimdə bu mövzuların izahını vermişəm. İndi sadəcə suallara baxırıq. Birinci sualımız belədir. Nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin. Ekvivalent, yəni bərabər olması üçün. Yadınızdadsa biz nisbətlərin bərabərliyini keçmişdik və demişdik ki, iki nisbətin bərabərliyinə tənasüb deyilir. Biz kəsrin əsas xassəsində tətbiq edib bu misalı həll edə bilərik. Nisbətlərin bərabərliyini yəni. Və ya adi tənasüb kimi kənar hədlərin hasili, orta hədlərin hasili xassəsindən istifadə edib də həll edə bilərik. Başlayaq həll etməyə. A bəndindən davam edək. Dediyim kimi, bunu 2 üsulla sizə göstərəcəm. Nisbətimiz belədir. 6-da 5 bərabərdir. Burada bir boş xana var. Bölək 3. Dediyim kimi, nisbətlərin bərabərliyindən istifadə edərək bunu həll edə bilərik. Məxrəc 6. 3-ə necə çevrilə bilər? 2-yə bölməklə çevrilə bilər. Onda biz 5-i də 2-yə bölüb surətdə 2,5 yaza bilərik. Bu birinci həlli üsuludur. İkinci üsul tənasüb qaydasından istifadə edə bilərik. Eyni misalı iki formada izah edirəm uşaqlar. Bax, bu birinci üsul olsun. Üsul. Siz hansı sizə rahatdır, ondan həll edə bilərsiniz. Sadəcə mən izah etdiyim üçün hər iki üsulu göstərirəm. İkinci üsulda tənasüb kimi çarpaz vurma qaydasını tətbiq edəcəyik. Yəni, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir bu xassəmiz. İndi vururam. 6 vuraq boş bir xana bərabərdir. 5 vuraq 3 kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Çarpaz vurdum. 6 vuraq boş xana bərabərdir 15-ə. Boş xananı da tapmaq üçün biz 15-i nə etməliyik? 6-ya bölməliyik. Mən onu da kəsrlə yazacağım. Hər biri 3-ə ixtisar getsə surətdə 5 qalır, məxrəcdə 2 qalır. 5-i də 2-yə böləndə 2,5 alınır. Gördünüz? Hər iki üsulun cavabı eynidir. B bəndinə baxaq. B bəndində 2 dənə nisbət verilib. 2 bölək 5 bərabərdir. Boş xana verilib. Bölək 15. Yenə də burada tənasüb kimi də həll edə bilərik. Kənar hədlərin, orta hədlərin hasili kimi də həll edə bilərik. Birinci üsul. Birinci üsulda nisbətlərin bərabərliyindən gəlin istifadə edək. Bunları sizlə keçmişik, danışmışıq. 2 bu boş xanaya çevrilir. Nəyəsə bölməklə və yaxud vurmaqla. Bu 5 də 15-ə çevrilir. 5 necə 15-ə çevrilə bilər? Bölünən birinci yerdə, bölən ikinci yerdə yazılır. Bölən, yəni bölənə çevrilir, onu demək istəyirəm. 5 3-ə vurmaqla 15-ə çevrilə bilər. Onda 2-ni də 3-ə vururam, burada olur 6. Gördünüz? Burada da ixtisarın üstündən xətt çəkim, uşaqlar fərqli rənglə göstərin. Bayaq qələmin rəngini dəyişmədim. Burada nəyə ixtisar elədik? 3-ə ixtisar elədik. 3-ə ixtisar elədik. Burada 5 qaldı. Burada isə bir dəqiqə yaxşı yazılmadı. Bu oldu 5. Bu da oldu 2. İxtisarı hər dəfə qələmin rəngini dəyişməmək üçün elə birbaşa yazıram. İndi keçək ikinci üsula, tənasüb üsuluna uşaqlar. Yenə deyirəm, siz hansı üsulla istəsəz həll edə bilərsiniz. Mən sadəcə müəllim kimi izah elədiyimə görə bütün uşaqları nəzərə alıb 2 dənə üsul göstərirəm. İkinci üsul
Artıq tənasüb kimi həll edə bilərik. Tənasüb kimi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bunu tətbiq edəcəyik. Orta hədlər bulardır. Baxın, xətlə göstərirəm. Kənar hədlər də bulardır. Vuraq bir-birinə. 5 vuraq boş kvadrat orta hədlərin hasili bərabərdir kənar hədlərin hasilinə. 15-ə. İndi 5 vuraq boş bir kvadrat bərabərdir. 2-ni 15-ə vuranda 30 eləyəcək. Vuruq, hasil. Naməlum vuruq tapmaq üçün hasili digər vuruğa, yəni 5-ə bölməliyik. 30-u 5-ə. 30 bölək 5 oldu 6. Həqiqətən yuxarıda da 6 tapmışdıq. İndi uşaqlar, digərlərini artıq bir üsulla izah edib göstərəcəm. Çünki bunların hər ikisində ətraflı üsulu sizə göstərdim. Vaxtımız çox getməsin. Artıq sərbəst məncə seçə bilərsiniz ki, hansı üsul sizin üçün rahatdır. Bölək 16 bərabərdir 3 bölək 4. İndi baxırıq bura. Gəlin baxaq görək. Bölünən birinci yerdə yazılır, bölünənə çevrilir. Bölən ikinci yerdə yazılır, bölənə çevrilir. 16 4-ə necə çevrilə bilər? 4-ə bölməklə çevrilə bilər. Yaxşı, 16-nı 4-ə böldüksə, onda bu boş xanadakı ədədi 4-ə böləndə 3 alınmalıdır. Nəyi 4-ə böləndə 3 ala bilərik? 12-ni. Burada dayanıb 12. Keçək D variantına. 20 bölək 5 bərabərdir 1 bölək yenə boş bir xana verilib. Yenə burada da mən nisbətlərin bərabərliyindən istifadə edəcəm. Siz tənasüb kimi də yaza bilərsiniz. Burada artıq o üsulları göstərmişəm. Həll edək uşaqlar. 20 1-ə çevrilib. 5 də boş xanaya çevrilib. Bölünən, bölünənə, bölən, bölənə. 20 necə 1-ə çevrilə bilər? 20-yə bölməklə çevrilə bilər. Onda biz 5-i də 20-yə bölüb bu hissədə yazmalıyıq. Gəlin onun həllini aşağıda yazaq. 5 bölək 20. Bunun cavabını tapaq. Kəsirlə yazıram bu şəkildə. 20-ni 5-ə ixtisar eləyəndə surət 5-ə bölünsə 1 qalar, məxrəc 5-ə bölünsə 4 qalar. Deməli, bu boş hissədə 4-də 1-də yazmaq olar uşaqlar. Bax, bu boş hissədə 4-də 1-də yazmaq olar və yaxud 0,25 də yazmaq olar. Hansı sizə rahatsa, bax, bunu yazın. Ya 0,25 ya da 4-də 1. Mən yazacağım 4-də 1. 4-də 1 bu boş hissəyə. Hətta burada da qabağına kvadrat bərabərdir yazaq, yəni onun cavabıdır. Birinci çalışmanın izahını sizə tam ətraflı göstərdim və 2 üsulla izah etdim. Biri nisbətlərin bərabərliyindən istifadə edib həll edirik. Buna bərabər kəsirlərin xassiyəsi də demək olar. İkinci üsulumuz isə tənasübün əsas xassiyəsini tətbiq etdik. Kənar hədlərin hasili, orta hədlərin hasili. Yəni bu misalda bu 2 üsuldan hansı birini istəsəniz, hansı biri sizə rahat gəlsə, onu tətbiq edə bilərsiniz. Ümid edirəm ki, başa düşdünüz. İndi isə keçək ikinci çalışmanın izahına. İkinci çalışmanın izahına keçməzdən öncə onu da nəzərinizə çatdırmaq istərdim ki, izləyicilərimdən bəziləri keçmiş videoların altına yazırdılar ki, müəllimə səs keyfiyyəti biraz aşağıdır və yaxud bəzi səslərdə qırıq-qırıq gəlir və yaxud robot səsi kimi gəlir. Zəhmət olmasa videoda elə bir hal olduqda dəqiqəsini və saniyəsini şərhlər bölməsində qeyd edin ki, mən də növbəti videolarımda o keyfiyyəti düzəldib sizlər üçün daha gözəl video təqdim edə bilim. İndi isə keçək ikinci çalışmamıza. S dəyişəninin elə qiymətini tapın ki, 3, 6, 3, S 6 nisbəti 6, 10, 12 nisbətinə ekvivalent olsun. Yəni bərabər olsun. Başlayaq A bəndindən. Nisbətimiz budur. 3, C və 6. Bax, bu nisbət ekvivalent bərabər deməkdir, uşaqlar. Ekvivalent olsun A bəndində 6, 10, 12-yə. 6, 10, 12. Bu çox maraqlı bir sualdır.
diqqət edərsiniz uşaqlar. Əvvəlki biz keçdiyimiz nisbətlər 3 dənə deyildi, 2-2 idi. Amma burada diqqət eləsəz 3 dənə nisbət var. Görək bunun həllini necə yazacaq? Çox maraqlı bir həlli var. Nisbətlərin bərabərliyindən istifadə edirik. Birinci hədd birinci həddə çevrilir. Bax bu 3 6-ya çevrilir. Necə çevrilə bilər? 2-yə vurmaqla çevrilə bilər. Sonra ikinci hədd də çevriləcək. Hər birini fərqli rənglə göstərməyə çalışıram ki, uşaqlar daha rahat gözünüz görsün. S də 10-a çevriləcək. Eyni bir ədədə vurmaqla. Sonra bunu da bu rənglə göstərim. 6 da 12-yə çevriləcək. Onu hətta bir başqa rənglə göstərsək məncə daha yaxşı olar. Daha gözə çarpan bir rəng. Yaşılla eləyim. 6 da 12-yə çevrilib. Necə çevrilib uşaqlar? Baxıram ki, bu da 2-yə vurulub. Onsuz da bərabər nisbətlərin xassəsində nisbətin hər bir həddi ya eyni bir ədədə vurulur, digər nisbətə çevrilir, ya da bölünüb çevrilir. Kəsirin əsas xassəsi də belədir uşaqlar. Kəsirin surət və məxrəci eyni bir ədədə vurulsa və yaxud bölünsə, yenə bərabər kəsir alınır. Yəni biz bu nisbətdə birini 2-yə vurub, o birisini 3-ə vurub çevirə bilmərik. Eyni bir ədədə vurulmalıdır, ya da eyni bir ədədə bölünməlidir. Yaxşı, bunları yazdığımıza görə özüm bilərəkdən hər birini fərqli rəngdə yazdım ki, görə biləsiniz. 3 6-ya çevrildi 2-yə vurulmaqla, 6 da 12-yə çevrilib 2-yə vurulmaqla. Onda C ədədini 2-yə vursaq 10 alarıq. Yazıram. C vuraq 2 bərabərdir 10. C də bərabərdir 10 bölək 2. C olacaq 5. Bir daha təkrar edirəm. Birinci həddə çevrilir. İkinci həddə çevrilir. Üçüncü həddə çevrilir. Yəni yerləri dəyişmir. Çox maraqlı bir çalışmadır. Mənim bu tip suallar çox xoşuma gəlir. B bəndinə baxaq. Ümid edirəm ki, siz də bunu artıq daha rahat həll edə biləcəksiniz. İpucu budur. Çox bəsit bir sualdır. İkinci B bəndində nisbət nəyə çevrilsin? 9, 12 və 18-ə çevrilsin. İndi yenidən o oxları çəkirəm. Hər dəfə də çəkməyinizə ehtiyac yoxdur. Artıq müəyyən müddətdən sonra alışacaqsınız uşaqlar. 3 9-a çevrilir. 3-ə vurulmaqla çevrilə bilər 9-a. Sonra 6 18-ə çevrilib. Bu da 3-ə vurulmaqla çevrilib. Deməli, S-ni də 3-ə vursaq biz nə alarıq? 12 alarıq. S-ni də 3-ə vurub 12 alırıq. Və altdan qeyd edirəm. Birinci həddə çevrildi. İkinci həddə çevrildi. Üçüncü həddə çevrilir. S vuraq 3 bərabərdir 12. Deməli, senin hansı ədəd imiş? Nəyi 3-ə vuranda 12 eləyir? 4-ü. Senin yerində dayanacaq 4. İndi C bəndinə baxaq. Yenə 3, C 6 nisbəti. Bu dəfə də çevriləcək 1, daha doğrusu çevriləcək 1, 2-yə. Hər dəfə fərqli bir nisbətə ekvivalent olur. Gəlin yenə oxlarımıza çəkək. 3, birinci həddə çevrilir. Necə çevrilə bilər? Baxıram ki, 3-dən 1-i necə ala bilərik? 3-ə bölməklə ala bilərik. Sonra C də çevriləcək, 6 da çevriləcək 12-yə, 2-yə daha doğrusu. 6-nı həqiqətən də baxıram ki, 3-ə böləndə 2 alınır. Digərini yazaq. S-ni də 3-ə böləndə 1 almalıyıq. Davam edib həllini yazaq. S bölək 3 bərabərdir 1. Nəyi 3-ə böləndə 1 alınır? 3-ü. Bu da ikinci çalışmamızın həlli. Çox maraqlı, çox gözəl bir çalışma idi. Ümid edirəm ki, siz də artıq bunu tam başa düşdünüz və bundan sonra qarşınıza çıxsa bu üçlü tənasübləri rahatlıqla həll edə biləcəksiniz. İndi isə uşaqlar, mən keçmək istəyirəm üçüncü çalışmanın həllinə. Üçüncü sualımızda verilən bərabərliyə görə tələb olunan ifadələrin qiymətini tapın. A bəndindən başlayaq. Öncə verilənlərə diqqət edirəm. 4 vuraq A bərabərdir 3 vuraq B. Bizdən də A bölək B nisbətini tapmağımız tələb olunur. Bu soruşulur.
İndi uşaqlar, burada baxaq. 4'ü A-ya vuranda aldıqları qiymət 3'ü B-yə vuranda aldıqları qiymətə bərabərdir. Bu hasil bizə nəyi xatırladır? Tənasübü xatırladır. Tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. İndi burada biz bir dənə kəsr almaq istəsək, A-nı 4'ə vurublarsa, deməli A ilə 4 kənar hədlərdir. A burada kənardır, 4 də burada kənar olmalıdır. Ki vuranda, çarpaz vuranda 4'ə alınsın. 3'ü B'ye vurublar. 3 burada, B burada orta həddir. Onda 3'ü də bura qeyd eləyərəm ki, çarpaz vuranda bu ifadə yenidən alına bilsin. Baxın, təkrar vururam. 4A bərabər 3B. Yuxarıdakı ifadə alındı mı? Alındı. Tənasübün kənar hədləri və orta hədlərinə bənzədir. İndi keçək B bəndinə. B bəndində 3 vuraq C bərabərdir 2 vuraq D. Bizdən də tələb olunur ki, D bölək C-ni tapaq. D kənar həddir. Onda burada D-ni nəyə vurublar? 2-yə. 2-ni bura qeyd edərəm ki, çarpaz vuranda yenə 2D hasilə alınmış olsun. Kənar hədlər 2 ilə D, orta hədlər olacaq 3 ilə C. Tənasüb almaq üçün kənar hədləri və orta hədləri vururduq. Cavablar da bir-birinə bərabər olurdu. C orta həddirsə 3 də burada orta həddir. Vuranda yenə həmin ifadəni alırıq. 2D 3C. Ümumiyyətlə, bu tip misallarda biz nisbəti elə qurmalıyıq ki, vurub açanda yenidən, bax, bu yuxarıda verilən ifadə düzgün alınsın. Keçək C bəndinə. 8M bərabərdir 6N verilib. Diqqət edirəm ki, 8 və 6 hər ikisi uşaqlar 2-yə ixtisar gedir, 2-yə bölünür. Gəlin 2-yə bölək. 2-yə bölsək burada necə qalacaq? 4M. 2-yə bölsək burada necə qalacaq? 3-in. İxtisar gedirsə, öncə bu ixtisarlarımızı aparaq. Belə daha rahat, daha tez işləyərsiniz. Qaldı 4M bərabərdir 3N-ə. İndi diqqət edək, burada nə yazıblar? 3N bölək 4M'in qiymətini tapın deyirlər. Mən məxrəci surəti olduğu kimi saxlayıram 3N. Məxrəcdə bu 4M'in yerinə 4M nəyə bərabərdir uşaqlar? 3N-ə bərabərdir. Baxın, burada, bu ifadəmizdə. Bu xəttlər siz çəkməsiniz, mən sadəcə başa salmaq üçün çəkirəm. 4M nəyə bərabərdir? 3N-ə. Yəni, harada 4M görürəmsə, onun yerinə 3N yaza bilərəm. Çünki onlar bir-birinə bərabərdir. Yazdım 3N. Bax, bu 4M-in əvəzinə nə yazdım? 3N yazdım. 3N-i də 3N-ə bölündə cavab nə alınacaq? 1 alınacaq. 4M 3N-ə bərabərdirsə, onlar eyni ədədlərdir. Böləndə də cavab 1 verməlidir. Cavabımız oldu 1. Maraqlı bir bənd idi, maraqlı bir sual idi bu da. Ümid edirəm ki, uşaqlar başa düşdünüz mənasını. İndi isə keçək 4-cü çalışmanın izahına. 4-cü sualımızda tənasübün əsas xassələrindən istifadə etməklə məhsulu tapın. Tənasübün əsas xassəsi nə idi? Yadımıza salaq. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. A bəndində başlayıram. X bölək 4, 4-də X bərabərdir 5-də 2-yə. Çarpaz vururam. Tənasüblər bu formada veriləndə, yəni 2 dənə kəsirin bərabərliyi kimi veriləndə nə edirdik? Çarpaz vururduq. Kənar hədlərin hasili, kənar hədləri X ilə 5-dir. X vuraq 5. Bərabərdir. Orta hədlərimizdə 4 ilə 2-dir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. X vuraq 5 bərabərdir. 4-ü 2-yə vuranda eləyəcək 8. Vuruq hasildir. Naməlum vuruğu tapmaq üçün hasili digərinə bölməliyəm. X-i tapmaq üçün 8-i bölməliyəm 5-ə. Uşaqlar, bunu belə də saxlaya bilərsiniz. Və yaxud düzgün olmayan kəsirdə qarışıq ədədə çevirə bilərsiniz. 8-in içində 5 neçə dəfə yerləşəcək? Bir dəfə. 3-də qalacaq. Belə də saxlamaq olar. 1,5-də 3. Və yaxud 8-i elə birbaşa 5-ə bölüb 10-luq kəsir şəklində 1,6 kimi də saxlamaq olar. İndi hansı sizə uyğundursa o formada saxlayın. Keçək B bəndinə. Y bölək 3 bərabərdir 6 bölək 9. Yenə tənasüb kimi kənar hədlərin hasili, orta hədlərin hasili. Bundan istifadə edirik. Kənar hədlər Y ilə 9-dur, orta hədlərimiz də 3 ilə 6-dır. Burada isə uşaqlar çarpaz vurduq, bax bu formada. Qara-qara düşməsin deyə üstündən qara çəkmədim.
Davam eləyək. Kənar hədləri vururam. Y-i 9-a. Bərabərdir orta hədləri də vururam. 3-ü 6-ya. Y vuraq 9 bərabərdir oldu 18. Vuruq hasil. Naməlum vuruğu, yəni Y tapmaq üçün hasili digər vuruğa bölürəm. Y də bərabərdir 2. C bəndinə baxaq. 8 bölək C bərabərdir 2 bölək 3. Yenə çarpaz vuracağım uşaqlar. Kənar hədlər 8 ilə 3-dür. Orta hədlər C ilə 2-dir. C vuraq 2 bərabərdir 8 vuraq 3. C vuraq 2 bərabərdir 3 dəfə 8 24. C-ni də tapmaq üçün 24-ü bölürəm 2-yə. C bərabər oldu 12-yə. D bəndinə baxaq. D bəndində və E bəndində, D və E bəndində. Diqqət edin, burada bir şey deyəcəm uşaqlar. X çıxaq 3 bölək 4 bərabərdir 7 bölək 2. Bax, burada uşaqlar çaşmayın. X çıxaq 3 elə birbaşa bir dənə bütöv hədd sayılır. Bax, bu X çıxaq 3 özü bir dənə bütöv hədd sayılır. Buna ayırmağa ehtiyac yoxdur. Kənar həddi, 2 də kənar həddi. Bax, bu ikisi birlikdə kənar hədd sayılır. 4 ilə 7 də orta hədd sayılır. Yəni, bəzən uşaqlar bunu görür, sinifdə, dərsdə görürəm. Bunu görüb çaşırlar ki, müəllimə, bəs burada axı bir dənə hədd olmalıdır, niyə 2 dənədir? Çaşmayın, bu mötərizədədir. Bütöv bir dənə hədd sayılır, kənar hədd. Davam eləyək, həll eləyək. Onda kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, X çıxaq 3 vuraq 2, bunlar kənar hədlərdir. Bərabərdir 4 vuraq 7, bunlar orta hədlərdir. Hesablayaq. Yenə də mötərizəni vurub açmağa ehtiyac yoxdur. Bəzən vurub aça da bilərsiniz, səhv deyil. Amma niyə işinizi uzadasınız ki? Daha qısa yollarla gedək. 4 dəfə 7, 28. İndi vuruq, hasil. Bu mötərizənin içini tapmaq üçün, biz 28-i 2-yə bölməliyik. Yəni, bax, bu həddi tapmaq istəyirəmsə, 3 yox, 2 idi o. Bunu tapmaq istəyirəmsə, mötərizənin içini 28-i 2-yə bölməliyəm. Vurub açıb bir də uzatmayaq da işimizi. X çıxaq 3 bərabər oldu 14-ə. X-i də tapmaq üçün 14-ün üstünə 3 gəlməliyəm. X oldu 17. İndi E bəndinə baxaq. E bəndə də buna təxmini bənzəyir. X üstə gələk 2 bölək 6. Mən bu surəti mötərizədə yazacağım uşaqlar. Bütöv olduğunu görün deyə. Onda kənar hədlər 7 ilə 6-dır. Orta hədlər isə 3 və bu mötərizədir. Yəni, x plus 2 mötərizəsidir. Bax, bu mötərizə. Yenə də onu bütöv götürürəm. Bax, bu bütöv götürülür. Bunu parçalamağınıza ehtiyac yoxdur. Çarpaz vuracağım. Bu hissəni bir-birinə vuracağım. Bu hissəni də bir-birinə vuracağım uşaqlar. O xəttə hər dəfə çəkməyinizə ehtiyac yoxdur. Sadəcə başa düşün deyə üstündən xətt çəkdim. 3 vuraq, mötərizəni ayırmıram. Bunlar orta hədlərdir. 3 ilə x plus 2. Bərabərdir kənar hədlərin hasilinə. 7 ilə 6-nın hasilinə. 3 vuraq mötərizədə x üstə gələk 2. Bərabərdir 6 dəfə 7 42-yə. İndi vuruq, hasil. Naməlum vuruğu, yəni x üstə gələk 2-ni tapmaq üçün biz 42-ni 3-ə bölməliyik. X üstə gələk 2 bərabərdir. 1 dəfə 42-nin içində 3, 4 dəfə 14. X-i də tapmaq üçün 14-dən ikisini çıxmalıyam. X də bərabər olacaq 12-yə. Bu da 4-cü çalışmanın izahı idi. Ümid edirəm ki, bunu da başa düşdünüz uşaqlar. Çox maraqlı çalışma idi, çətin deyildi. Sadəcə diqqətlə dinləsəniz başa düşəcəksiniz. İndi isə keçək 5-ci çalışmanın izahına. 5-ci çalışmada sual belədir. Həyətdə 40 toyuq və 25 qaz var. A bəndi qazların sayının toyuqların sayına nisbətini yazın.
A bəndində qazların sayının toyuqların sayına nisbəti sorulur. Nisbətdə böləklə göstərdim uşaqlar. Qazların sayının, hətta sayı da yaza bilərəm, onu qısa. Qazların sayı bölək toyuqların sayı. Bu da bərabərdir. Uşaqlar, bax, diqqət eləyin nisbətdə. Birinci deyilən bölünəndir. Qazların sayı. İkinci deyilən böləndir. Bax, buna xüsusi diqqət eləyin. Birinci deyilən bölünən, ikinci deyilən bölən olur. Yəni, birinci qazların sayı deyiblərsə, biz qazların sayını yazırıq. Qazların sayı neçə idi? 25 idi. 25. İkinci toyuq deyibsə, toyuqların sayını yazacağım. 40. Və bunu kəsir kimi də yaza bilərəm. Bu formada da yaza bilərəm. Gəlin elə kəsir formasında yazaq. Belə də yazmaq olar onsuz da. Hansı formada istəyirsiniz saxlaya bilərsiniz də. O şərt deyil, vacib bir şərt deyil ki, 100% belə saxlayın. İndi uşaqlar, baxıram, hər ikisi nəyə bölünür? 5-ə bölünür. 5-ə bölsəm 25-i 5 qalır. 40-ı 5-ə bölsəm 8 qalır. Cavabımız olacaq 8-də 5. Yenidən bunu nisbət formasında da yazmaq olar. Bölünən birinci yazılır, bölən isə ikinci yazılır. Yəni, hansı formada istəyirsiniz saxlaya bilərsiniz. Keçdik B bəndinə. Həyətə əlavə 5 qaz gətirildi. Əvvəlki nisbəti saxlamaq üçün həyətə əlavə neçə toyuq gətirmək lazımdır. İndi uşaqlar, qazların sayı nə qədər oldu? Qazlar 25 idi. 5 dənə də qaz gətirdilər, oldu 30 dənə. Toyuq bilinmir neçə dənə olacaq. Gətirdikləri toyuq bəlli deyil. Toyuq. Əvvəl toyuqların sayı 40 idi. Neçə dənə toyuq gətirdiklərini bilmədiyimiz üçün üstünə x yazıram. Toyuqların sayı olacaq 40 üstəgələ x dənə. Əvvəlki nisbət qalsın. Yəni, qazların sayının, toyuqların sayının nisbəti, bax, bu nisbətə bərabər olacaq. 5-in 8-ə nisbəti. Yazıram, qazların sayı 30, bölək toyuqların sayı 40 üstəgələk x, bərabərdir 5-in 8-ə. Əvvəlki nisbətlə eyni qalsın. Qazların sayının, toyuqların sayının nisbəti bərabərdir əvvəlki nisbət. Burada da kənar hədlərin hasili, orta hədlərin hasilindən istifadə edirəm, uşaqlar. Bu kənar hədlər 30-dan 8-dir. Orta hədlər isə bu mötərizə və 5-dir. Yazıram, 5 vuraq mötərizədə 40 üstəgələk x bərabərdir 30 vuraq 8. 5 vuraq mötərizədə 40 üstəgələk x bərabərdir 3 dəfə 8, 24, 240. İndi vuruq hasildir. Bu 40 üstəgələk x-i tapmaq üçün, bunu da bu hissədən yazmışaqlar. Burada yeri yoxdur, bax buradan yazıram. 40 üstəgələk x bərabərdir 240 bölək 5. 40 üstəgələk x bərabərdir. Neçə dəfə yerləşəcək? 20-in içində 4 dəfə, 40-ın içində də 8 dəfə. 48. X-i də tapmaq üçün toplanan cəmdir. Cəmlə digər toplanana çıxırıq. X də bərabərdir 8. Deməli, həyətə neçə dənə toyuq gətiriblər? 8 dənə toyuq gətiriblər. 5-ci çalışmanın da izahını verdik. İndi isə keçək 6-cı çalışmanın izahına. Perimetri 24 cm olan üçbucağın tərəflərinin uzunluğu 3, 4, 5 nisbətindədir. Bu üçbucağın tərəflərinin uzunluğu nə qədərdir? Burada sizin üçün bir dənə üçbucaq çəkirəm uşaqlar. Bir dənə üçbucaq çəkdim. Fərq yoxdur hansı üçbucaq çəkirsiniz, növü soruşulmur. Tərəfləri tutaq ki, A olsun, B olsun və C olsun. Üçbucağın perimetrini tapanda neyinirdik? Üç tərəfini cəmləyirdik. A üstəgələk B üstəgələk C. Perimetr nəyə bərabərdir? 24-ə bərabərdir.
özləridir. Perimetr nəyə bərabərdir? 24-ə bərabərdir. Tərəflərin nisbətdə verilib 3, 4, 5. Nisbət görürsünüzsə, uşaqlar, yanına x və yaxud k yaza bilərsiniz. Onda bir tərəfi olacaq 3x, digər tərəfi 4x, digər tərəfi 5x yazıram. Bu tərəf olsun 3x. Bu tərəf olsun 4x, bu tərəf olsun 5x. Və bunları toplayanda 24 almalıyıq. A'nın yerinə yazdım. Bax, burada A'nın yerinə yazdım 3x. B'nin yerinə 4x, C'nin yerinə də 5x. Bunları topladıqda cavabımız nəyə bərabər olacaq? 24-ə. 3, 4, 5, 7, 12. Toplayanda bizə 12x verdi. 12x bərabərdir 24-ə. X'i də tapmaq üçün 24-ü bölürəm 12-yə. X də bərabərdir 2. İndi üçbucağın tərəflərini tapaq. Birinci tərəfi. Birinci tərəf. A bərabərdir 3 vuraq x verilmişdir. 3'ü x'in qiymətinə, yəni 2'yə vurdum, oldu 6 cm. İkinci tərəfə baxaq. İkinci tərəf B bərabərdir 4 vuraq x. 4 vuraq x'in qiyməti 2 idi, oldu 8 cm. Üçüncü tərəfə baxaq. Üçüncü tərəfimiz C ilə işarələmişik. C bərabərdir 5x-dir. Bu da oldu 10 cm. Həqiqətən də toplasaz 24 cm alınır. 6, 8, 10. Altıncı çalışmanın da izahını verdiyimizə görə keçək 7-ci çalışmanın izahına. Sualımız belədir. Perimetri 32 cm olan düzbucağın tərəflərinin uzunluğu, düzbucaqlının tərəflərinin uzunluğu 3-ün 1-ə nisbətindədir. Bu düzbucaqlının sahəsi nə qədərdir? Sxematik olaraq burada başa düşməyiniz üçün bir dənə düzbucaqlı çəkirəm. Və aşağı siniflərdən bilirik ki, düzbucaqlının qarşı tərəfləri bərabərdir. Yəni, bu hissə A-dırsa, bu hissə də A olur. Bu hissə B-dirsə, bu hissə də B olur. A, burada A olacaq. B, burada B olacaq. İndi tərəflərin nisbəti 3-ün 1-ədir. Onda uzunluğuna mən 3x götürürəm. Aşağıda da olacaq 3x. Eninə götürürəm 1x. B də bərabər olsun 1x. Hətta onu biraz aralı yazaq. Bu hissəsini. B bərabərdir 1x. 1x. Düzbucaqlının perimetrini tapanda 4 tərəfini cəmləyirik. Və yaxud eninlə uzunluğunu toplayıb 2-yə də vura bilərik. Çünki enindən də 2 dənədir, uzunluğundan da 2 dənədir. Ya belə yaza bilərik. Perimetr bərabərdir. A üstəgələk A üstəgələk B üstəgələk B. Hərəsindən 2 dənədir. Ya da belə yaza bilərik. 2 vuraq, mötərizədə A üstəgələk B. Eninlə uzunluğunu toplayıb 2-yə də vura bilərik. Hansı sizə rahatdırsa o formada tətbiq edək. İndi biz bunların hamısını toplayanda neçə almalıyıq? 32. Çünki deyir perimetr nəyə bərabərdir? 32-yə. P bərabərdir 32 verilib bizə. Tətbiq edək. Deməli toplayıram. 3x üstəgələk 3x üstəgələk 1x üstəgələk 1x bərabərdir 32. Bütün 4 tərəfini cəmlədim. Toplayanda 6, 8x edir. 8x bərabərdir 32-yə. X-i də tapmaq üçün 32-ni 8-ə bölürəm. X də bərabər olur 4. İndi uşaqlar gəlin tərəflərini tapaq. Eni B bərabərdir 1x götürülüb. Yəni 1 vuraq 4 olacaq 4 cm. Uzunluğu 3x götürmüşük. Olacaq 12 cm. X'in qiymətinə vururuq.
Sahəsini tapmaq üçün, düzbucaqlının sahəsini tapmaq üçün enini uzunluğuna vurmalıyıq. Eni 4'dür, uzunluğu da 12'dir. Bir-birinə vuranda eləyəcək 48 santimetrin kvadratı. Bu da 7-ci çalışmanın izahı. İndi uşaqlar, keçək 8-in izahına. 8-ci çalışmada suallara cavab verin deyilir. Gəlin başlayaq cavab verməyə. A bəndi. Lalə 2,4 metr uzunluğunda lenti 3'ün 5'e nisbətində 2 hissəyə böldü. Hər hissənin uzunluqları, bu hissələrin uzunluqları fərqi neçə santimetrdir? Uşaqlar, gəlin öncə metri santimetrə çevirək. 2,4 metr bərabərdir. Metri santimetrə çevirmək üçün 1 metrimiz 100 santimetr olduğuna görə 100'ə vurmaq lazımdır. 2,4 vuraq 100. O da bizə verəcək 240 santimetr. Lap gözəl. Nisbətə baxaq. 3'ün 5'e nisbətində götürülürsə, birinci hissəyə götürəcəm 3x, ikinci hissəyə 5x. Bu nisbətlərin cəmi də bizə verməlidir 24. 2 hissəyə 24 yox, 240 santimetr. Elə bir bax bu lentdir uşaqlar. Bir dənə lenti var və bunu 3'ün 5'e nisbətində bölür. Bu birinci hissə olur 3x, ikinci hissə olur 5x. Və bu lentin də ümumi uzunluğu nə qədər idi? 24 santimetr idi. Hamısı 24 yox, 240 santimetr idi. Ona görə bunları toplayanda biz nə alırıq? 240 santimetr alırıq. Ümid edirəm ki, şəkildən daha rahat başa düşdünüz. İndi yazıram 8x bərabərdir 240'a. X'i də tapmaq üçün 240'ı böləcəm 8'ə. Ədədlə hərfin arasında heç bir işarə yoxdursa, uşaqlar, onu riyaziyyatda vuraq qəbul edirik. 8'ə böldüm. X də bərabər də oldu 30. İndi birinci hissəyə baxaq. Birinci hissə. Birinci hissəni götürmüşük 3x. Yəni 3 vuraq x'in qiyməti. Oldu 90 santimetr. İkinci hissəni tapaq. İkinci hissəni də götürmüşük 5x. Yəni 5'i x'in qiymətinə vururuq. Olur 150 santimetr. Bizdən də bu hissələrin fərqini soruşur. Aha, fərqi. Deməli çıxmalıyıq. 150'dən də çıxıram 90'ı. Bərabər də 60 santimetr alınır. Bu A bəndinin izahı idi. İndi keçək B bəndinə. Uşaqlar, B bəndini yazmaq üçün mən bu şəkli siləcəyəm. Yəqin ki, artıq şəkli başa düşdünüz də. Şəkil bizə lazım deyil. Sadəcə izah eləmək üçün çəkmişdim. B bəndinə baxaq. B bəndində Elxan ipi 7'nin 4'ə nisbətində böldü. Hissələrin biri digərindən 6 santimetr uzun oldu. İndi bax, bu ip olsun, Elxanın ipi. Əlindəki ip. Hansı nisbətdə bölür? 4'ün 7'yə nisbətində bölür. Buradan bura qədərini, birinci hissəni götürürəm 4x. İkinci hissə ondan biraz böyükdür, 7x götürürəm. 7x. Bax, bu hissə oldu 7x. Hissələrin biri digərindən 6 santimetr böyükdür. Bax, bu hissə bu hissədən 6 santimetr böyükdür, uzundur. Onda ikinci hissədən, yəni böyük parçadan kiçik parçanın uzunluğunu çıxanda 6 qalmalıdır. Və yaxud kiçiyin üzərinə 6 gəldikdə böyüyün uzunluğu alınmalıdır. Və yaxud böyüyün uzunluğundan 6'nı çıxanda kiçiyin uzunluğu alınmalıdır. Necə istəyirsiniz yaza bilərsiniz. Birinci hissə oldu 4x, ikinci hissə oldu. Bu sı hərfədir uşaqlar, ola bilər siz qəribə görsənsiniz. Nəsə mən sıları elə yazıram. 7x. İndi mən böyük parçadan kiçik parçanı çıxanda 6 alacağım. Yəni böyüyün uzunluğundan kiçiyin uzunluğunu çıxanda 6 santimetr alındı. Bir daha təkrar edirəm. Deyir hissələrdən biri digərindən 6 santimetr böyükdür. Onda fərqləri 6 eləməlidir. 3x bərabərdir 6.
X də bərabərdir 6 bölək 3. X oldu 2. İndi gəlin hər bir hissəni tapaq. Birinci hissə 4x götürmüşdük. 4 vuraq 2 olacaq 8 cm. İkinci hissəyə baxaq. İkinci hissəni isə 7x götürmüşük. 7 vuraq x. 7 vuraq x-in qiyməti 2-dir. 14 cm. Bizdən də soruşulur ki, ipin əvvəlki uzunluğu nə qədərdir? İpin uzunluğunu tapmaq üçün bunları toplamalıyam. Birinci hissə ilə ikinci hissəni. 22 cm. Bu da 8-ci çalışmanın izahı idi. İndi isə keçir uşaqlar 9-un izahına. Sualımız belədir. İki məntəqə arasındakı məsafə 36 kilometrdir. Xəritə üzərində bu məntəqələr arasındakı məsafə 1,8 cm-dir. A bəndində xəritənin miqyasını tapın. Uşaqlar, miqyas dərsini xatırlayaq öncə. Miqyas nə idi? Xəritədəki və yaxud plandakı ölçünün real həyatdakı həqiqi ölçüyə nisbəti idi. Yəni, tutaq ki, Gəncə və Bakı şəhərləri arasındakı məsafə real həyatda təxmini olsun 400 kilometr. Təxmini. Xəritədə amma çox balaca görsənir. Tutaq ki, xəritədə də olsun 3 cm. Xəritədəki ölçünün real həyatdakı ölçüyə nisbətini tapsaq, bu olur xəritənin miqyası. Miqyas dərsində bundan çox danışmışdıq. İndi gəlin baxaq. Öncə amma uşaqlar biz bu kilometri santimetrə çevirməliyik. Öncə onu çevirirəm. 36 kilometr. 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Bunu yəni 1000-ə vursaq bu metrə çevriləcək. 1 metrimiz də 100 santimetrdir. 100-ə də vursaq santimetrə çevriləcək. Onda birbaşa 100 minə vursaq, elə kilometrdən santimetrə çevirmiş olarıq. Minə vuranda metrə çevrilir, 100-ə vuranda santimetrə çevrilir. Yəni 100 minə vuranda biz onu santimetrə çevirmiş oluruq. Kilometrdən birbaşa santimetrə. Sonunda yəni neçə dənə sıfır olacaq? 5 dənə. 1, 2, 3, 4, 5 santimetr. Birbaşa çevrildi santimetrə. İndi gəlin miqyası tapaq A bəndində. Xəritə üzərində iki məntəqə arasındakı məsafə nə qədərdir? 1,8. 1,8. Real həyatda məsafə nə qədərdir? 3.600.000 santimetr. Bölürəm buna. Xəritədəki ölçünün real həyatdakı ölçüyə. 1, 2, 3, 4, 5. Aha. İndi uşaqlar, bunu kəsir formasında yazıram. Surətdə 1,8, məxrəcdə desə 3.600.000. Baxıram ki, surətdə onluq kəsir var. Onluq kəsirdən azad olmaq üçün surətdə məxrəci də 10-a vurmalıyam. Vergüldən sonra bir rəqəm olduğuna görə 10-a vururam. Çünki 10-a vuranda vergül bir vahid sağa doğru çəkilir. Bunu yəqin ki, aşağı siniflərdən öyrənmişsiniz. Surəti vururamsa, uşaqlar, məxrəci də vurmalıyam. Bərabərdir, hesablayaq. Surət olacaq 18, məxrəc də olacaq. Sonunda neçə dənə sıfır olacaq? 6 dənə. 1, 2, 3, 4, 5, 6. İndi ixtisar edə bilərəm. Baxıram ki, surət də 18-ə bölünür, məxrəc də. 18-ə bölsəm burada qalacaq 1. 18-ə bölsəm 36-yı 18-ə böləndə 2 qalır. Sonunda da 6 dənə 0, 2 milyon. Miqyasımız olacaq 1-in 2 milyona nisbəti. Və yaxud bunu belə də yaza bilərik. Orada sığışmayacaq, bu tərəfdən aşağıdan yazın. 1-in 2 milyona. Yəni kəsr formasında da saxlaya bilərsiniz, bu şəkildə də saxlaya bilərsiniz. Miqyasımız oldu 1-in 2 milyona. B bəndinə baxaq. B bəndində
100 kilometrlik yolun bu xəritədə uzunluğu nə qədərdir? Həqiqi həyatda məsafə 100 kilometrdir. 100 kilometri öncə metrə çevirək. Kilometrdən metrə çevirmək üçün nəyə vururduq? 100 minə vururduq. Bax, burada yazmışıq. Ümumi neçə sıfır olacaq? 2, 4, 7 dənə sıfır. 6, 7, hə. Oldu 10 milyon santimetr. İndi bizə xəritədəki uzunluğu lazımdır. Xəritədəki uzunluğunun real həyatdakı uzunluğa nisbəti miqyası verir bizə. Yazıram. Xəritədəki uzunluq bilmirəm nə qədərdir. X olsun. Real həyatdakı uzunluq oldu 10 milyon. Hə, səhv eləmirəmsə 10 milyon yazdıq. 7 dənə sıfır. Bərabərdir miqyasımızda 1-in 2 milyona. Bir daha təkrar edirəm. Xəritədəki ölçünü real həyatdakı ölçüyə, həqiqi ölçüyə böldükdə biz miqyas almalıyıq. İndi burada da tənasüb kimi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Kənar hədlər x ilə 2 milyondur. X vuraq 2 milyon. 6 dənə 0. Bərabərdir. Orta hədlər də 10 milyondan 1-dir. 10 milyon vuraq 1. Milyon vuraq 1. X-i də tapmaq üçün 10 milyonu 2 milyona bölürəm. Orada yer çatmadı, ona görə buradan yazıram. Sıfırlar da hər birində eyni sayda olduğuna görə üstlərindən xətt çəkirəm. 6 dənə sıfır buradan gedəcək. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Sıfırların sayı eynidirsə böləndə onları ata bilərsiniz. 10-u 2-yə böləndə x olacaq 5. Aşağıda yer olmadı deyə qarşısında yazdım. Siz altdan yazarsınız. Deməli 5 santimetrə bərabərdir xəritə üzərində o iki nöqtə arasındakı məsafə. 9-cu çalışmanın da izahını verdik. İndi uşaqlar keçək 10-cu çalışmanın izahına. 10-cu sualımız belədir. Reseptə görə 600 qram çəkilmiş ət və 120 qram düyüdən 60 yarpaq dolması hazırlanır. Bax, buna diqqət eləyəcəyik. 600 qram ət, 120 qram düyü, birləşəndə 60 dənə yarpaq dolması alındı. A bəndinə baxaq. 300 qram düyü işlətməklə neçə belə dolma hazırlamaq olar? 120 qram düyüdən 60 dolma hazırlanır. 120 qram düyü. 120 qram düyü qatanda 60 dolma hazırlanır. Bu şərtdə verilib. Biz 300 qram düyü götürsək, nə qədər dolma hazırlanır bilmirik. X dolma. Özüm də x-i bilərək biraz böyük götürürəm. İndi baxaq uşaqlar. Aydın məsələdir ki, düyünün miqdarı artdıqca dolmaların miqdarı da artar. Yəni belə loru dildə izah edeyim. İçlik artdıqca çox dolma çıxacaq. Dolmaların sayı da artacaq. Yəni nə qədər çox ət və düyü götürsəniz, nə qədər çox qarışıq əldə eləsəniz, içliyini çox götürsəniz, dolmaların sayı da çox olacaq. Ona görə bu necə mütənasibdir? Düz mütənasibdir. Düz mütənasibdə hər ikisini eyni formada yazıram. Oxların hər ikisi aşağı və yaxud hər ikisi yuxarıda ola bilər. Nisbətlərini qururam. 120-nin 300-ə nisbəti bərabərdir 60-ın x-ə nisbəti. Elə burada 120 ilə 300 hər ikisi 60-a ixtisar gedir. Onu ixtisar eləyək. 60-a bölsəm 120-ni burada 2 qalacaq. 300-ü 60-a bölsəm burada 5 qalacaq. İxtisar eləyib sonra çarpaz vursaq daha yaxşıdır. İndi çarpaz vururam. 2 vuraq x bərabərdir 5 vuraq 60. 2 vuraq x bərabərdir 300. X də bərabərdir 300 bölək 2. X də bərabərdir 150 dolma.
150 dənə dolma çıxmış oldu. İndi uşaqlar, ikinci hissəsinə baxaq sualın. Bunun üçün nə qədər çəkilmiş ət lazımdır? İndi ətlərin nisbətini götürək. 600 qram ət işlənəndə 60 dolma alındı. 600 qram ət istifadə etdikdə 60 dolma alınıb. Bu 150 dolmanı almaq üçün görəsən nə qədər ət götürmək lazım idi? Tapdıq ki, 150 dolma çıxır. Əti də bilmirəm, y qram ət yazıram. Yenə aydın məsələdir uşaqlar, ətin miqdarını artıranda dolma sayı da artmalıdır. Yuxarıdan aşağı hər birinin nisbətini yazıram. 600 bölək y bərabərdir 60 bölək 150. Həll edək. İxtisarlarımız var, öncə ixtisarlar eləyirik. 30 ixtisar aparanda 62 qalır. 150-ni 30 ixtisar aparanda 5 qalır. İndi çarpaz vura bilərik. Y vuraq 2 bərabərdir 600 vuraq 5. Y vuraq 2 bərabərdir 3000. Y-i də tapmaq üçün 3000-i 2-yə bölürəm. Y bərabər olur 1500. 1500 qram. Bu da 1500, 1 kiloqramımız 1000 qramdır. 1 kiloqram 500 qram ət eləyir. 500 qram. 1 kiloqram 500 qram ət və yaxud bunu 1,5 kiloqramda götürmək olar. Hansı formada istəyirsiniz saxlaya bilərsiniz. Deməli, 300 qram düyü götürəndə 150 qram dolma alındı. Bu 150 dolma alındı. Bu 150 dolmanı almaq üçün biz gərək 1,5 kiloqram da ət götürmüş olaq. Bu uşaqlar A bəndinin həlli idi. İndi başa düşdüksə, keçirik B bəndinin həllinə. B bəndini də elə eyni formada həll eləyəcəyik. Bunun üçün mən lövhəni təmizləyirəm, keçirəm B-yə. B bəndində 1 kiloqram çəkilmiş ətdən neçə belə dolma hazırlanar? B bəndi. Ət 1 kiloqramdır. Onu qrama çevirək uşaqlar. Çünki yuxarıda qramla verilib. Vahidlər eyni olmalıdır. 1 kiloqram bilirik ki 1000 qramdır. Tapdıq. Yuxarıda baxaq. 600 qram ətdən 60 dənə yarpaq dolması alınıb. Qeyd edirəm. 600 qram ət götürəndə 60 dolma alındı. Dolma. 1000 qram ətdən 1000 qram ətdən görək nə qədər dolma alınacaq. X dolma. Bayaq izah etdim. Ətin kütləsini çox götürəndə dolmaların sayı da çox alınır. Yəni bu düz mütənasibdir. Nisbətlərini qururam. 600-ün 1000-ə nisbəti bərabərdir 60-ın x-ə nisbəti. 600 ilə 1000 hər ikisi 200-ə bölünür. 600-i 200-ə böləndə burada 3 qalar. 1000-i 200-ə böləndə burada 5 qalar. Mən bilərək ən böyük bölənə bölürəm ki, elə birbaşa tam ixtisar getsin. Siz addım-addımda ixtisar edə bilərsiniz. İndi çarpaz vururam. 3 vuraq x bərabərdir 5 vuraq 6, daha doğrusu 60. 3 vuraq x bərabərdir 5 60-a vuranda 300. 300-ü də 3-ə bölərək x-i tapa bilərik. X də bərabərdir 100. 100 dolma alınıb. Dolma. 1000 qram deməli ət götürsək, 1 kiloqram ət götürsək, 100 dənə dolma almış olur. İndi ikinci hissəsinə baxaq. Çünki burada diqqət eləsəniz 2 dənə sualı var. Bunun üçün nə qədər düyü lazımdır? 120 qram düyüdən 60 dolma alınıb. 120 qram düyü götürülsə 60 dolma alınır. 100 qram dolmanı almaq üçün görək nə qədər düyü lazımdır. 100 dolmanı almaq üçün bunu da y qram götürürəm.
Yenə də uşaqlar, düyünün miqdarı artdıqca dolmaların sayı da artar, düz mütənasibdir. İçlik nə qədər çox olsa, o qədər də çox dolma alacaq. 120-nin y-ə nisbəti bərabərdir 60-ın 100-ə nisbəti. Yenə də 60 ilə 100-ü 20-yə ixtisar edəcəm, 20-yə böləcəm. Və beləliklə hesab işlərini daha qısa eləmiş olaraq. 60-ı 20-yə böləndə 3 qalır, 100-ü 20-yə böləndə 5 qalır. İxtisar eləməyib də yaza bilərsiniz, amma biraz uzun olacaq. İndi çarpaz vururam. Y vuraq 3 bərabərdir 120 vuraq 5. Y vuraq 3 bərabərdir. 120-ni 5-ə vursaq 600. Y-i də tapmaq üçün 600-ü bölürəm 3-ə. Y də bərabərdir 200. 200 qram düyü. Bu arada uşaqlar, ola bilər ki, videoda hansısa kənar səslər gəlsin. Küçədə oynayan uşaqların səsi və yaxud maşınların səsi ola bilər. Üzr hesab edin. Məndən asılı olmayan bir səbəbdir. Aydın məsələdir ki, başqa insanlar da var və onların səsi normaldır. Beləliklə 10-cu çalışmanı da izah etdim uşaqlar. İndi isə baxaq görək səhifənin davamında bizi nələr gözləyir. Səhifə 57-ni tamamilə sizə izah eləmiş oldum. Sonra burada səhifə 58-də də çalışmalarımız var. Amma uşaqlar, mən videonu indi burada dayandırmalı olacağım. Çünki həddən artıq çox uzun olmasın ki, siz də rahatlıqla izləyə bilərsiniz. 58-ci səhifədəki çalışmaları bu videodan dərhal sonra kanala yerləşdirəcəm. Kanala abunə olun ki, videolar yükləndikcə sizə də bildiriş gəlsin və tezliklə siz də görüb xəbərdar olmuş olasınız. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn video dərslərimdə görüşmək ümidi ilə.